Salam aleyküm değerli dostlar. Üçüncü bölüme hoş geldiniz. Söz verdiğimiz kimi biz üçüncü bölümdə dedik ki, hərflərin necə çıxarış səslərini necə oxumaq lazım deyə öyrədəcəyik. Deməli belə, biz 28 hərfi birinci və ikinci bölümdə keçdik. İndi isə üçüncü bölümdə isə qalın hərflər, biz dedik ki, Quran-Kərim 28 hərfi qalın hərflərə bölünür, incə hərflərə bölünür, pərtək hərflərə bölünür. Bir də ki, hansı hərflərə bölünür? Boğaz hərflərinə bölünür. Deməli belə, biz ilk növbədə pərtək hərflərdən başlayaq. Deməli, 28 hərfdə, dəyərli dostlar, 3 dənə pərtək hərf var. Biri bu, pərtək. İkincisi, burada yazıldığın kimi, zəl hərfi 2. Üçüncüsü də nədir? Z hərfi. Bu da 3. Deməli, bu pərtək hərfi necə oxuyasıyıq? Pərtək hərf deyəndə dilin ucunu iki dişin arasında salıb oxuyasıyıq. Məsələn, siz özünüz, mən dediksə, özünüzlə məşq edin. Sə. Bir var deyirəm, sə, sə, sə. Bir var deyirəm, dilin ucunu iki dənə dişin, üst diş, alt dişin ortasına salıram. Nə deyirəm? Fə, fə. Biraz dilimi çölə çıxarıram. Nə oldu? Fə. Biri var sə, bu pərtək deyil. Biri var fə, fə. Sonra gəldi zəl. Biri var açıqdan deyirəm. Zəl. Bir də var ki, bir üst dişin, bir də alt dişin ortasına dilimizin ucunu salırıq. Nə olur? Zəl. Zəl. Dilin ucu da biraz çölə çıxır. Zəl. Biri var zəl. Görürsünüz, bu açıqdır. Pərtək deyil. Biri var zəl. 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 Üçüncü nə oldu? Üçüncü də oldu za. Biri var deyirəm ki, za. Artıq bu pərtək demədim ki, qulağa səs necə gəlir? Pərtək gəlmir, açıq za kimi gəlir. Za. Bir də var ki, dilin ucunu həm üst dişin, həm də alt dişlərin ortasına çıxarırıq, bir damcı çölə çıxarırıq. Nə olur? За, za, za, za. Özünüz də hiss edərsiniz. Ağzınızı çox içi açmısınız, biraz açısınız və dilinizi oradan çıxarırsınız. За, za. Dil biraz çölə çıxır, görsənir. За. Deməli, fə, zəl, va, va. Quran-Kərimdə də bu pərtək hərfləri eynisi ilə belə oxunur. Çünki burada dediyimiz kimi dostlar, bu da z hərfidir, bu da z hərfidir. Oldu mu? İkisi də pərtəkdir. Bunları biz açıqdan z kimi oxuya bilmərik. Nə üçün? Çünki bunlar pərtək olduğu üçün bunları pərtək oxumalıyıq. Bu da z-dır. Baxın, bunların, bu z-dən zəlin, zanın fərqi nədir? Üçü də z hərfidir. Oldu mu bildiyimiz kimi? Amma oxunuşları fərqlidir. Bu açıqdan z-dır. Məsələn, zə. Oldu mu? Pərtək demədim ki, açıqdır. Qulağa səs pərtək gəlmir, açıq gəlir. Və bu nə oldu? Zəl. Pərtək gəldi qulağa. Zəl. Va. Va. Biri var za, biri var va. Va. Deməli, dostlar, Quran-Kərimdə 28 hərfində əlifbanın 3 dənə pərtək hərf var. 1, 2, 3. Oxunuş qaydası necə oldu? Üst dişlərdən, alt dişlərin ortasından dişlərimizi dilimizi biraz çölə çıxarırıq. Çünki 2 dənə həm üst dişin, həm də alt dişin dilimizin ucu arasında qalır. Fə, zəl, va. Sonra gəldik nəyə? Bunu fərqli cür işarələyək, digərini bu rəngdə olsun. Sonra gəldi boğaz hərfinə. Deməli, boğaz hərfləri hansılardır, dostlar? Boğaz hərfləri bir bu. Baxın.
Bunu fərqli rəng eləyək, qatışmasın. Bu boğazın ortasında səslərdir. Bir bu, bir, hə, bir də ki, bu. Baxın dostlar, bir də ki, bu. Deməli, dəyərli dostlar, burada boğazın ortasından gəlir səs. Bir var deyirəm ki, hə, hə. Görürsünüz, bu açıqdan olur. Şıxıltı olmur, xışıltı olmur səsdə. Bir var deyirəm ki, hə, hə. Bir də var deyirəm ki, indi bu səs, indi çıxartdığım səs boğazın ortasına gəlir. Özünüz də baxın, hiss eləyəsiniz. Hə, 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 hə. Elhamdülillahi Rabbil aləmin. Burada Fatihə surəsində var, elhamdülillah. Orada əlhəm deyil. Görsən, əlhəm deyəndə x səsi dəyişikliyə uğramır, olduğu kimi oxunur. Amma normalda bu səs, bu hə hərfi boğazın ortasından çıxmalıdır bu səs. Hə, əlhəmdülillahi, əlhəmdülillahi. Özünüz də tez-tez məşq edin, inşallah öyrənəsiniz. Əlhəmdülillahi, əlhəmdülillahi. Hə, hə. Görürsünüz, hə hərfi boğazın ortasından çıxır. Sonra gəldi ayn hərfi. Biz demişdik ki, bu ayn hərfi nədir? Ayn hərfi də boğazın ortasından çıxır. Eynisi də hə hərfi kimi. Burada da ayn. Məsələn, burada Fatihə surəsində var. İyyəkə na'budu. Burada na'budu. Na'budu yox, na'budu. Na'budu. Burada ayn hərfi nədir? Ayn hərfi boğazın ortasından çıxan səsdir. Normalda bir çoxları hə hərfini boğazın ortasından çıxanır. Tez müddətdə çıxardılar. Biraz ayn hərfində boğazın ortasından çıxmalıdır bu səs. Biraz gec öyrənirlər. Deməli dostlar, siz özünüz bunu öyrənməlisiniz. Yəni tez-tez məşq eləməlisiniz. Nə bilim, ola bilər ki, harasa gedərsiniz, maşında məşq eləyərsiniz. Hə, ayn, ayn oxşatmalı çıxardarsınız. Nə bilim, Quran-Kərimin YouTube'da açarsınız, bir oxuyan dinləyərsiniz. Fatihə surəsini tez-tez dinləyə də bu hə hərfindən ayn hərfini çıxarda bilərsiniz. Yəni Fatihə surəsini tez-tez dinləyin ki, orada diqqət edin, hə hərfindən ayn hərfinə baxın, görün necə çıxarır. Bunlar da dedik, dəyərli dostlar. İndi isə fərqli bir rəngdən işarələşir, çaşmayaq. Deməli, tərtib şərfi dedik. Boğazın ortasından çıxan hərfi də dedik. İndi isə gəldik hansına? Sonra gəldik, dəyərli dostlar, qalın hərflərindən. Qalın hərflər nədir? Məsələn, biz qalın hərf deyəndə biri var, deyirəm ki, məsələn, yazıram ki, biri var, tə, gözlüyümdən də dostlar. Buradan göstərim sizə, ən gözəlir. Baxın, dəyərli dostlar, qalın hərflər. 1. Bu cərgədən gəlirik, oluru hansı? Bir budur, qalın hərflər. 1. Qalın hərf. Sonra gəldik, sad. Bu da, dəyərli dostlar, qalın hərf. 2. Sonra gəldik, dad. Bu da qalın hərf. 1, 2, 3. Sonra gəldi ta. Dəyərli dostlar, baxın, bu da oldu. Neçə? 4. Ta. Sonra gəldi za. Pərtək za. Va, va, va. Bu neçə oldu? Oldu 5. Ayn qalın deyil. Qayn. Bu da nədir? Bu da qalındır. Neçə oldu dəyərli dostlar? Bu da oldu 6. Sonra gəldik qaf.
Dostlar, bu da qaf hərfi də qalın hərfdir. Bu da oldu neçə? 7. Deməli dostlar, 7 dənə qalın hərfi dedik. Oldu mu? Ha, sad, dad, ta, va, gayın, bir də qaf. Ra hərfi də bir çox yerdə qalın olaraq oxunur. İncə oxunduğu yerlər də var, amma biz bunu qalın olaraq götürə bilərik. Oldu neçə dənə? Oldu 8 dənə qalın hərf. Deməli dostlar, bizim 8 dənə qalın hərflərimiz var. Bir dənə inşallah təcvid keçəndə yeni bölümlərdə Ra'nın incə oxuduğu yerləri göstərəcəyim sizlərə. 8 dənə qalın hərf var. Deməli dostlar, bunlara məsələn, ta'ya biz tə deyə bilmərik. Nə üçün tə deyə bilmərik? Çünki bu qalındır. Ta deməliyik. Məsələn, bu tə deməliyik. Niyə? Çünki bu incədir. Bir də dostlar, bunların altlarından əlif, bə, tə, görürsünüz, sə qalın və incələr yazılır. Ta'larda A olaraq yazılır. A. Baxın, A. Məsələn, qayn, A. Məsələn, za, A. Görürsünüz, sad, A, sı, A. Qaf, qa. İncələrdə isə ə yazılır. Deməli, dostlar, tutaq ki, bir ad qoysaq, məsələn, tutaq ki, bir nəfərin adı Samətdir. Məsələn, bir nəfərin adı Samət. Oldu mu? Oldu. Bunun adı nədir? Bunun adı Samətdir. Biz buna Səməd deyə bilmərik. Bilirsiniz niyə dostlar? Çünki bunun adı Samətdir. Səməd desək, yəni qardaş deyəsidir ki, mənim adım Samət baxın, Səməd deyil. Və burada görsün bu A hərfinlə. Qardaşın adı nədir? A hərfindəndir. Burada da eynisi ilə. Məsələn, bu ta hərfi tə deyil, tadır. Yəni Quran-Kərim oxuyanda tə deyə bilmərsən buna. Niyə? Çünki bunun tadır da, bu A-dan yazılır. T-A. Yəni qalın hərfdir bu. Məsələn, gəlirik buna qaf. Bu da qalın hərfdir. Buna gəl deyə bilmərsən sən. Məsələn, yenə Fatihə surəsində misal verəsi olsaq biz, Fatihə surəsində misal verəsi olsaq. Fatihə surəsində də Sirataldır. Siratal müstəqim. Sırat təl deyil orada. Görürsünüz dostlar, orada Fatihə surəsində də baxsaq, ta qalındır, tə deyə bilmərik. Bütün imamlar da sıra təl demirlər. Sıra tal deyirlər. Çünki o, bu ta'dan da deyə qalın oxuyurlar onu. Ondan sonra tərtəş dedik. 3 dənə tərtəş hərflərimiz var. Boğaz hərflər dedik. 2 dənə boğaz hərflərimiz var. Hansılardır boğaz hərflər? Bir, hədir, bir də ayndır. Üst nə oldu? Dəyərli dostlar, üstdə qalın hərflərimiz oldu. Qalın hərflərdən nisləndi 7 plus 1. Niyə üçün plus 1? Çünki Ra'nın incə oxunduğu yerləri var. Amma ki, biz Ra'nı A kimi götürək. Qalın hərf kimi götürək. Qalan hamısı da dəyərli dostlar, bu gördüyünüz ki var. Əlifdir, bədir, tədir, sədir, dəldir, sindir, şindir. Buradakı saytdan da məlum olduğu kimi ərlərdən də bunlar incə oxunurlar. İnşallah 4-cü bölümümüzdə, yeni dərsimizdə həmin bu tərtəş hərflər, qalın hərflər, boğaz hərfləri daha tez müddətdə öyrənəsiniz. Sağ olun, gələn görüşlərədək.